Hər kəsə salam. Gəlin magistratura üzrə hazırlaşanlar üçün DİM-in ingilis dili toplusundan pronoun bölməsindən bir neçə testi izah edək. Baxırıq 46-cı testimizə. The cat cleans by licking its fur. Cat pişik öz-özünü təmizləyirsə, burada yazırıq it sayır. Çünki üçüncü şəxsin təkindədir və öz üzərində işi icra edir. Olur D. İkinci, Andy and Terry are always arguing with. İki nəfərdən söhbət gedirsə each other. İkidən çox adamdan söhbət gedirsə one another deyirik. Burada da Andy və Terry iki nəfərdir. Ona görə deyirik each other. The police officer carried a gun to protect in case he was shot at. Police officer üçüncü şəxsin təkindədir. Kişi cinsidir, himself olur. Əgər police officers olsaydı themselves olardı. Lakin üçüncü şəxsin təkindədir deyə olur himself.